Hər kəsə salam, bu mənim ilk YouTube videomdur. Bunun üçün çox həyəcanlıyam. Mənim adım Xədicədir, 20 yaşım var. Həmişə içimdə YouTube-la bağlı, videolar çəkməklə bağlı bir hiss olub, amma heç vaxt cəsarətlənib ilk addım atıb çəkməmişəm. Bu günləri cəsarətləndim, ilk addımı atdım. Telefonu, işığı qarşıma qoydum. Dedim bu günləri nə edəcəksənsə, bunları YouTube-da sizinlə paylaşmaq istədim. Bu gün bu arada 1 fevral hicab günüdür. Məni izləyən bütün hicablı xanımları buradan bayramını təbrik edirəm. Makyajımı bu arada tamamlamamışam. Dedim makyajı sizinlə tamamlayaraq biraz söhbət edim. Əlli istifadə edəcəm. Gözümün üstünə ten olaraq qəhvəyi tonlar keçmişəm deyə istəyirəm ki, ənliyim də şaftalı qəhvəyi tonlarda olsun. Burada güzgü var, mən burada güzgüyə baxacağım. Bu günləri 1 fevral hicab günü olduğuna görə ailəlikcə bunu şəhərdə qeyd edəcəyik. Bu gün də nə edəcəmsə, hara gedəcəmsə hamısını sizinlə birlikdə çəkmək istədim. Ənliyimi vurdum. İndi keçək highlighter'a. Highlighter olaraq 2 dənə highlighter'ım var. Bir Evolution'un bu sarı qızılı ağ tonlu highlighter'dır. Bir də Fenty'nin highlighter'dır. Bu da amma ağ tonludur. Bunu bəlkə vurmadım çünki makyajımda və də kombinimdə ağ rəngdə, gümüş rəngdə belə bir şeylər olmayacağına görə Revolution'u vuraq. Bəlkə üstündən az olsa mən sevirəm simsim zəlli olmasını. Bu həm çox qiymətlidir, həm də çox qəşəng pigmentasiyası var. Allığımı və highlighter'ımı vurdum, qaldı pudralama. Makyajım bitdi. Qaldı bir dənə sabitləyici sprey, bunu da vurum. Daha sonra qurudaq. Makyajım bitdi. İndi paltarımı dəyişib sizə kombinimi göstərəcəm. Kombinim də belə oldu. Qəhvəyi rəngdə şalvar geyindim. Leopard desenli ruboşka. Çanta olaraq da bunu götürəcəm. Paltarıma rəng olaraq bu uyuşur. Aksesuar olaraq qızıl tonlarda aksesuar taxacam ki, paltarımla uyğun olsun. Bunu taxdım. Bu qolumda bu əslində sepdir. Proto sep olaraq qısa olduğuna görə mən 2 qatdalayıb qolbaq taxıram. Belə oldu. İndi üzük olaraq da sep olaraq da bunu. Burada artıq taksiyə mindik. Yolumuz Sushi Yakutzadır. Ağşəhər filialına gedəcəyik bu səfər. Həmişə Yakutzanın Nəsimi və Həzəsanov filialında gedib oturub yemişik. Sushilərini çox bəyənirik. Amma heç vaxt Ağşəhər filialına gəlməmişik. Artıq gəldik, çatdıq Yakutzaya. Bu Ağşəhərin abu-havası və restoranın da burada olması çox-çox qəşəngdir. İçərisini də özünüz də görürsünüz. Məncə möhtəşəmdir. Çox gözəl dizayn ediblər. Amma Nəsimi və Həzəsanov filiallarında bu qədər qəşəng dizayn yoxdur. Ona görə də dedik ki, fərqlilik olsun deyə Ağşəhər filialına gəlmək istədik. Mən sushini çox sevirəm. Mən bir sushi bağımlısıyam. Biz 2 dənə set dedik. Bir böyük set, bir də yanında orta set dedik və belə qayıq formasında çox sağ olsunlar ki, bizim üçün hazırladılar. Mənim sushi rollarının içərisində ən sevdiyim rol Philadelphia roldur. Ən sevdiyim. Burada artıq sushiləri yedik, doyduq. Həqiqətən dadları çox əla idi. Dedik, duraq biraz da şəkillər çəkdirək. Burada çox qəşəng belə güzgü var. I love Yakutza yazılıb. Sonra 2-ci mərtəbəsinə çıxdıq. Burada biraz şəkil çəkdirdim. Biz artıq buradan çıxanda çox adam var idi. İndi isə qızlar gedirik. Yakutzadan çıxdıq. City Park Mall var bundan üzbəyiz. Heç vaxt gəlməmişəm. Mənə də maraqlı gəldi ki, gedək baxaq görək buradan içində nələr var, hansı mağazalar var. Bura City Park Mall'ın girişidir. Başqa yerdən də 2 və 3 girişi olmalıdır. Burada mahnı qoymuşdular. Ona görə mallın içində olan danışıqlarımı maalesef ki səsini aldım. Özüm üzərindən danışmağa çalışıram. Çünki telif haqqı var ona görə. Mən buranı bəyəndim. Çünki bir çox markalar və mağazalar burada var idi. Hər qızın sevimlisi Rossmann olmazsa olmaz. Təbii ki burada da var. New York'a da girdim. Burada bir çox paltarlar endirimə düşmüşdü. Bunu bu arada gördüm, çox bəyəndim. Burada çox qəşəng görsənir. İndi bunu geyinib görüm. Qəşəng olsa bunu götürəcəm.
Burada da heç fikir vermədən danışıram. Arxada sən demə mahnı gedirmiş, amma bunu video izləyərkən gördüm. Burada deyirəm ki, bu jaketi çox bəyəndim. Həqiqətən qiymətinə görə də materialı və keyfiyyəti əladır. Amma bilmədim ki, götürüm yoxsa yox. O anki kombinimə uyğun gəlmədi deyə bilmədim. Molun içərisində də belə şirin, qəşəng, estetik bir məkan var idi. Şirniyyatları da görünüş olaraq çox qəşəng və dadlı görsənirdi. Buradan çıxdıq, artıq yoldayıq. Dayımgilə gedirik. Dayımın həyat yoldaşı bizim üçün hazırlatdırıb, birazdan sizə də onu göstərəcəm. Bir də oradakı qara jaketi almadım, çünki bilmirəm bu kombinimlə heç uyğun getmədi deyəmi bəyənmədim. Yoxsa yəni çox da tam da ürəyimə yatmadı, amma qiymət olaraq, forma olaraq qəşəng idi, amma nə sözümə yaraşdıra bilmədim. Görün sizi kimlə tanış eləyəcəm? Barney. Bax, bu Barney'dir. Bu bizim Barney'mizdir. Bax, coşdu. Sizi görən kimi həyəcanlandı. Barney. Tortumuz budur. Biz Napolyon tortu sevdiyimizə görə çox sağ olsun Aytən bizim üçün Napolyon tortu hazırlatdırıb. Mama, bacıma və mənə hicab günü üçün hicab səbəti hazırlayıb. Məncə hicablı xanımlara təbii gül səbətindən, gül buketindənsə belə hicab buketləri, hicab səbətləri daha qəşəng görsənir. Həm də ki biz bu hicabları həmişə istifadə edə biləcəyik. Çox qəşəngdirlər. Qızlar, gedirik Barney'i həyətə düşürməyə, gəzdirməyə. Bir də mənim xədişim mənə bronzer almışdı. Onu götürəcəm ondan. Barney, getmə liftə, olmaz. Asla düşərsən. Evə gedəndə göstərəcəm. Bu Dəfnə kosmetikdən xədiş alıb. Xədişin sifətini çox göstərmirəm. Belə ayağını gördünüz, sonraki videoları görərsiniz. İnşallah. Deməli, bu Wet n Wild'in bronzeridir. Çox qəşəngdir. Bu arada mən bunu Dəfnə kosmetikdən 9.80-ə aldım. Endirim var idi. Elə son bir dənə qalmışdı. Mən də kapdım bunu. Çox qəşəng bronzerdir. İndi də bizim olduğumuz yerə yaxın olan Bakıxanov Mola sinemaya gedirik. Yeni Azərbaycan filmi çıxıb Qurd Dişi. Deyilənə görə komedi və əyləncəlidir. Dedik, gedək baxaq. Heç vaxt Bakıxanov Molda kino izləməmişəm. Mənə də maraqlı gəldi. Burada biletləri alırıq. Bir də popcorn aldıq. Aldıq biletlərimizi. Kino başlayır 5 dəqiqəyə. Sizə çəkən əlavə zövq almanız üçün Bu hissələrini paylaşa bilmirəm səsli formada, çünki telif haqqı var, heyf ki. Çıxdıq qızlar kinodan. Çox maraqlı kinoydu. Bəyəndim, güldüm, yəni əyləncəli idi. İndi isə Rosmana girək. Mən Rosman xəstəsi olduğuma görə harda Rosman varsa ora girməsəm ürəyim partlayır. Görüm bəlkə indi alınacaq bir şeyim yoxdur, əslində yenə də baxaq. Telefonun kapatıcısını almaq istəyirəm. Yenə soruşdum, yoxdur. Ümumiyyətlə o gəlmir. Belə bir dənə mağazadan danışmışam. Ora gələcək gələn həftəyə. Buradan da yenə soruşdum ki, bəlkə olar, amma yoxdur. Bu maskadan ötürü ürəyim gedir də. Elə gəlin bir dənəsini alım görmüşkən. Çox bəyəndim də, yəni bunu. Belə şampunlarda da çox qəşəng indirimlər ümumiyyətlə var. Sıralar Olivia'da da var idi. Qəşəng bax, bütün raflar belə sarı etiketlər də. Sonra bir şey nə sevirəm ki, makyaj baxımından da əlavə belə maraqlı, fərqli, yeməli, şirniyyat, sağlıqlı qidalar da var. Görün buradan fərqli bir şey tapsam, bir dənə də çay içmə bir şey almaq olar qəşəng. Qalatı götürdüm, çox şirindir, görünüşü çox bəyəndim. Görün inşallah dadı da qəşəng olar. Bir də Mişanın maskasını. Gəldim evə, aksesuarlarımın bəzilərini çıxartdım. Əynimi dəyişim, sonra makyajımı da sizinlə bir yerdə çıxardım. Bu görüntü sushi sevənlər üçün bir cənnətdir. Bunu sadəcə sushi sevənlər anlaya bilər. Paltarımı dəyişdim, yeməyimi də yedim. Aldıqlarımı da indi yerləşdirim və bir sizə də göstərim. Wet n Wild'in bronzerini aldım. Mən heç ki bronzer istifadə edən birisi deyiləm. Mənim sanki rəngimi boğulmuş kimi istəyirəm, ona görə istifadə eləmirəm. Bunu bir qız var, onun ad günü yaxınlaşır. Ona kutu hazırlayıram. O kutunun içərisinə bronzer sevdiyi üçün ona bronzeri qoyacağım.
Rosmana isə belə şokolad aldım. Bunu da videonu editləyəndə dadının necə olduğunu yazaram sizə. Mənə də çox maraqlı gəlir. Sabah dadına baxacağam, sizə deyərəm. Bunu çox bəyəndim. Bir dəfə istifadə etdim. Həqiqətən də aşiq oldum da yəni buna. Axşam üzə tətbiq edirsən, 15-20 dəqiqə saxlayırsan. Sonra çıxardırsan, heç krem falan, üstünə heç bir şey vurmağa ehtiyac yoxdur. Onun verdiyi nəmlilik, canlılıq hələ də səhər yuxudan durursan ki, sifətinizdə qalıb. Məncə makyajdan öncə də çox qəşəng məhsuldur. Mənim dərim quru və həssasdır. Hər məhsul mənim cildimlə anlaşmır, amma bu məhsul çox qəşəng anlaşdı. Mişanın limonlu maskasıdır. İndi isə qıza makyajımı silim. Mən makyajımı qarniyarım bu C-vitamin misellər suyu ilə siləm, çünki mənim sifətim biraz ləkəli sifətdir. Mən də normalda misellər suyunu belə töküb istifadə eləmirəm. Qablara töküb elə istifadə edirəm. Məncə daha elə həm bərəkətli olur, həm də ki, belə lap istəsəniz pambuğa da sıxa bilərsiniz, ya eşit olaraq üzünüzə də sıxa bilərsiniz. Mən belə daha rahat gəldiyi üçün belə daha rahat istifadə edirəm. 2 dənə pambıq götürdüm. Birini üzümdən silmək üçün, birini də gözlərimi silmək üçün. Misellər suyu ilə sildikdən sonra üz yuma geli ilə yuyuram. Sizin dəri tipinizə hansı üz yuma geli uyğundursa o ilə yuya bilərsiniz. Mən Bioderma, bir də Kremkonun üz yuma geli ilə yuyuram. Məncə bugünkü gün çox maraqlı bir gün idi. Çox əyləndim, çox dolu bir gün keçirdim. Edəcəm sifətimi üz yuma geli ilə yuyacağam. Ondan sonra Doktor Alteyanın 345 kremi çox qəşəngdir. Həqiqətən abartıldığı qədər, yəni möhtəşəm bir kremdir. Yəni parasının sonuna qədər hak edir. Altından və ya üstündən istədiyiniz nəmləndirici krem vura bilərsiniz. Mən bir çox nəmləndirici kremlərlə birləşdirdim, vurdum. Yəni heç bir soyulma, heç bir pis effekt vermədi. Əksinə daha da qəşəng effekt verdi. Mən sizinlə sağollaşım. Siz də mənim videomu buraya qədər sıxılmadan izlədinizsə, o zaman bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Öpürəm sizi. Hələlik.